Salam hörmətli izləyicilər. Bu bölgədən bütün təyyarələr qaçırlar. Bu ərazidən, bu bölgənin üzərindən deməli təyyarələr uçmaq istəmirlər. Çox təhlükəli bir bölgədir. İndi onun təhlükəli olması haqqında məlumat verəcəyəm. Çox maraqlı bir məlumatdır. Ona görə də videonu axıra qədər izləməyiniz vacibdir. Bu Tibet yaylasıdır. Tibet yaylasının deməli ən böyük hissəsi Çin Xalq Respublikasının ərazisinə düşür. Az bir hissəsi isə Kəşmir vilayətinin ərazisinə düşür. Həmin bu yayla, Tibet yaylası Himalay dağları ilə Kunlun dağları arasında yerləşən bir yayladır. Ərazisi 2,5 milyon kvadrat kilometrdir. Çox böyük bir əraziyə malikdir. Himalay dağlarında ən yüksək dağ olan Everest dağı da burada yerləşir və onun deməli hündürlüyü 4500 metrdən yüksəkdir. Ona görə də ən hündür yer, ən hündür yayla olduğu üçün Tibet yaylasına dünyanın damı da deyirlər. İndi gəldik həmin bölgəyə. Burada biz deməli təyyarələrin uçuş xəritələrinə baxanda görürük ki, buradan əsasən təyyarələr 10.000 metr məsafədə hündürlükdə uçurlar. Buradan təyyarələr ona görə deməli qaçırlar, ona görə buradan uçmaq istəmirlər ki, bunun 3 səbəbi var. Birinci səbəbi odur ki, buranın iqlimini proqnozlaşdırmaq, yəni bu iqlimə, buranın havasına proqnoz vermək çox çətin məsələdir. Çünki burada hava tez-tez dəyişir. Yəni dəyişkən olduğuna görə oradan uçmaq istəmirlər. İkinci bir deməli səbəb isə təyyarələrin oradan uçmamağının səbəbi isə qeyd elədiyim kimi videonun əvvəlində, yəni yayla çox hündür olduğu üçün təyyarələr buradan uçmağa risk eləmirlər. Ona görə ki, 10.000 metr yüksəklikdə uçan təyyarə kabində hava təzyiqinin dəyişməsi nəticəsində məcburdur 3000 metrə qədər məsafəyə aşağı düşsün. Yəni bu da təyyarələr üçün təhlükə yaradır. Çünki elə bir boşluq yoxdur ki, təyyarə ora düşə bilsin. Yəni burada dağlara çırpıla bilər. Üçüncü bir səbəb isə Tibet yaylasında yəni infrastruktur yoxdur. Yəni yenməyə yer olsa da təyyarənin yenməsi üçün orada infrastruktur, yəni təyyarənin rahat düşə biləcəyi bir yer olmadığına görə təyyarələr buradan uçmağa deməli risk eləmirlər, ümumiyyətcə uçmurlar. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.